Polis Ahmamov. Bax bir keçid qarşıda orada. Bir dənə də keçid arxada. Nə idi səbəb yəni burada keçid? Restoranda şerif var. Burada Stollarımız var diye ona göre tez derman var. Stolları yemekleri. bildim yəni o sizə bəraət vermir axı ki, yəni siz buradan qayda pozasınız Bir bu də formada eləmir. yəni. Ki, yəni keçiddən keçmək imkanlarınız var. Yaxınlaşın bura siz. Onu da çağırın bura. Polis Ahmamov. Piyada keçidindən niyə istifadə edirsiniz? Piyada keçidi 30 metr qabaqda, 30 metr arkada. Hər iki sınıfın piyada keçidi gördüm. Niyə buradan keçirdiniz yolu? Buradan niyə keçirdiniz? Yox, üzürlü sayın başa düşürük. Yəni üzürlü saymağına sayarıq, amma ki arazlı maarifləndiririk. Bu polis əməkdaşı olaraq sizin nəzərinizə təkrar bir daha çatdırırıq. Amma yəni siz özünüz də o həyat və sağlamlığınızı təhlükəyə atırsınız. Birinci növbədə özünüzü qorumalısınız. Həm özünüzü, həm də sürücüləri, digər hərəkət iştirakçılarını. Belə hallara yol verməyin. İndi zəhmət olmasa yaxınlaşın, keçiddən çıxmalı. Sağ olun.